Salam qızlar, necəsiniz? Nəhayət ki, bu şarf kapeşonu bitirdim. Hələ keçən həftə söz verirdim, amma başım qarışdı. İndi çəkirəm. İnşallah ki, bugün də elə yerləşdirəcəm YouTube kanalıma. İnşallah. Mən öz toxuduğum tərzdə bunu addım-addım sizə göstərəcəm. İlmə-ilmə, addım-addım hansı sapdan və s. və axır. Amma sizə başqa modeldə eləyə biləcəyinizi, necə eləyə biləcəyinizi də izah eləyəcəm. Yəni ki, mənimki ilə eyni eləmək istəməsiniz, bəlkə bu naxış xoşunuza gəlmir, başqa görünüşdə eləyə bilərsiniz. Göstərim sizə bir dənə nümunə kimi. Bilmirəm, evdə yer tapacam bunu düzəməlli göstərməyə, ya yox, dəqiq bunu söndürək. Tak, baxın, şarf kapüşon, yəni belə bir şeydir. Baxın, burada ucu itidir, amma mən bunu yumrulaşdırmışam. Bu da opsionlu. O yumrulaşdırmanı eləmək istəməsəniz, özünüz keyfiniz istəyən tərzdə eləyə bilərsiniz. Onu prosesdə baxacağıq ki, bunların arasındakı fərq nədir, bunu necə eləmək olar ki. İşığı söndürürüm, çünki halqanın işığı düşür ekrana, görsənmir. Baxın, deməli, kapüşonumuz Alize Baby Best sapından toxumuşam. Deməli, bu sapdan. Niyə bunu seçdim? Çünki bu işlətdiyim sapların arasında həm qiymətə görə uyğundur, həm də yumuşaqlığına görə bir damcı belə tikanlılığı yoxdur qətiyyən. Çox yumuşaqdır. Hipoallergen sapdır. Deməli, 90% anti-peeling, yəni tiftiklənməyən akril, bir də 10% də bambuk. Bambuk isə şeydir, bitki mənşəlli sap. Yəni təhlükəsizdir. Yəni bəbələr üçün bir sapdasa, böyüklər də çox da qəşəng istifadə edə bilərlər. Deməli, baxın, sırf buna işlətdiyim rəngin nömrə kodu, elə onu da tez bazar deyim. Deməli, burada yuyulma üçündə göstərilibdir. 30 dərəcədə əllə yuyulma olar. Hanı bunun rənginin nömrəsi yoxdur burada, nəsə. Sonra baxıb deyərəm. Elə bir 500 neçə idisə. Okey, nəysə. Bunu yerləşdirərəm. Videonun aşağısında məlumat qutusunda yerləşdirərəm. Əlavə məlumat qutusunda, okey. Deməli, burasında belə abadok toxudum. Yəni, başdan ayağa qədər, baxın, şarfın özü çox uzundur. Yəni, mən bunu iki tərəfindən də şarf toxudum. İndi göstərəcəm. Şarf hissəsini bir qat sapla toxudum. 4,5 mm millə. Adətən Alize Baby Best'i 3,5-dan daha böyük millə toxumuram. Çünki nazik sapda ehtiyac yoxdur o boyda böyük. Amma burada sırf belə boş olmasını istədim deyə, sancaqlarımı da hələ çıxartmamışam, indi deyəcəm niyə. Boş və çox yumuşaq olsun deyə, qəşəng dartılsın, elastikli olsun deyə 4,5-dan toxudum şarf hissəsini. Deməli, buradan başladım. Deməli, toxuduq. Bu naxışın adını dəqiq bilmirəm. Rusca ya jemçujina ya ris deyirlər. Ris düyü, jemçujina mirvari, hər nəsə. Çox sadə, çox primitiv bir naxışdır. Siz ürəyiniz istəyən naxışı yerləşdirə bilərsiniz əlbəttə ki. Yəni ki, çərçivə kimi saldırdım. Buradan toxuduq, başladıq. Bu sancaqlar nədir? 10 sıradan bir 10-cu ilməyə sancaq yerləşdirirəm ki, sayı itirməyim. Çünki o biri hissədə də eyni uzunluqda şarfı toxumaq üçün. Şarf isə çox uzundur, yəni hər dəfə başdan axıra qədər saymaq narahatdır. Sizə də məsləhət görürəm. Belə sancaqlarınız, ilmə markerləriniz yoxdursa, adi sap, tikiş sapını incə olur. Salırsınız, bura düyün vurursunuz, milçə ilə salırsınız. Ki, yəni ilməmizi dartışdırmasın, rahat qeyd edə bilərsiniz. Hər nəysə, deməli, burada bu hissədə üzə yaxın olan şarfın hissəsində bu abadok naxışını 10 ilmə elədim. Burada isə 5 ilmə elədim. Bunlar hamısı opsionlu bir şeylərdir. Yəni, seçiminizdən asılıdır. Siz ümumiyyətlə eləməyə bilərsiniz, ya başqa genişlikdə eləyə bilərsiniz. Ümumiyyətlə, bütün bu görüntünü
başdan ayağa naxış eləyə bilərsiniz. Ya başdan ayağa sadə bir şey eləyə bilərsiniz. Yəni seçim tamam azadlıqdır da, çox yaxşı bir şeydir ki, burada istədiyiniz şeyi yarada bilərsiniz. Genişliyi də istədiyiniz tərzdə eləyərsiniz. Ümumiyyətlə toxumağa başlamamışdan qabaq nümunə toxuyub oradan santimetrləri ölçürük adətən. Burada amma belə sərbəst şəkildə elədim. Mənim üçün əsas vacib idi kapüşon hissəsinin ölçmək. Deməli baxın. Deməli buradan aşağıdan başladım, döndərməli şəkildə toxudum. Buradan deməli düz 210 sıra bir qatla şarfını toxudum. 211-ci sıraya çatanda ikinci qat sapı əlavə elədim və artıq baxın buradakı bu çəhrayı markerdir. Bunu elədim ki, fərqini bilim əlbəttə ki də bu çəhrayılarla qarışmasın. Deməli baxın 210-cu ilmə bu qızılı markerdə bitdi. 211-ci ilmədə mən artıq bunu əlavə elədim. Kapüşonu başladım. Və buradan artıq 211 yox, 1 deyə sayıram. Çünki kapüşonun birinci sırasını başlayıram ikinci sırayla. Deməli, bunu da belə toxuduq getdik. Əlbəttə ki, kapüşonu toxuyanda, 2 qat toxuyanda 2 qat sap qalınlaşır deyə burada 5 nömrə 5 millimetr qalınlığında milə keçdim. O keçirdi də göstərəcəm təbii ki də. Məsləhət görərəm, əgər əlini sıx toxuyandırsa, ilmələri sıx çıxardırsınızsa 5,5 millimetr mili istifadə eləyin. O əlinizdən də asılıdır əlbəttə ki. Deməli, buradan artıq belə keçdim. Bu kapüşon hissənin ölçüsünü nə ilə mən götürdüm? Özümün sevdiyim yaz payız kurtkam var və onun kapüşonu mənim üçün çox rahatdır. Ölçüsü filan oturumu. Onunla ölçdüm, amma 1-2 santimetr də əlavə elədim yenə də. Ona görə belə çox geniş oldu. Gəlin bir dənə genişliyinə baxaq. Getdim metrə. Bunu hələ ki yuyub eləməmişəm, para verməmişəm, yəni bloklamamışam. Belə təxmini eninə baxsaq 30 santimetr. Elə 30 santimetr üçün də saymışdım. Deməli baş hissəsinin eni, kapüşonun eni şeydir. 30 santimetrdir. Siz az eləyə bilərsiniz. Deməli bu uzunluğu da elə 30 gəldi. Bu rovno düz bu sırada. Başlayan sırada 30. Eni uzun 30'dur. Bunu özünüz üçün tənzimləyə bilərsiniz ölçüsünü. Sonra kapüşonun bu buradan ucu belə iti gəlməsin deyə, bayaq bu şəkildə göstərdiyim o yaşıl nümunədə gəlməsin deyə, deməli burada bir müddət, elə ki makuşkaya çatan, bu başa çatan son 10 ilmədə azaltma elədim buradan. İlmi azaltdım. Sonra bunu davam eləyəndə toxumağa, bu nöqtədən sonra növbəti 10 sırada təzədən bir də eyni miqdarda artım elədim. Çünki sonradan bunu belə birləşdirəndə bax üst-üstə düşdü. Bunu da belə tikmişəm. Sonra bunu belə toxuya getdik kapüşonumuzu 2 qat sapla. Bu ikinci hissədə artıq kapüşon hissəsi ki nə vaxt qutardı. Burada ikinci sapımı kəsdim və yenə 1 qat sapla hörməyə davam elədim. Burada da ilmənin biri ilişdi, qəşəng qaçdı. Allaha şükür. Siftəsini eləmişəm, buna baxın. Uşağın oyuncağını ilişdi. Boş toxumağın belə bir məsələləri də var. Bir şey də var ki, yəni mən bunu para verməmişəm. İlmələr yerinə tam oturuşmayıb. Ona görə belə əzik-büzük görsənir. Hər nəysə, baxın, belə bir şey elədik. Deməli, kapüşonun özü nədən ibarətdir? Mən sırf bunu hansı neçə ilmələrlə, hansı ölçülərlə toxumuşam onu deyəcəm. Siz sonra başqa ölçü üçün özünüzü hesablaya bilərsiniz. Baxın, kapüşon özü 1, 2, 3, 4, 5, 6, 60 sıradan ibarətdir. Niyə 1, 2, 3, 4, 5 ilə saydım? Bu markerlərin arasında 10 sıra var. Ona görə avtomatik olaraq 10, 20, 30, 40, 50, 60, 60-cı sırada burada azaltma eləmişəm kənardan. Bu tərəfə keçəndə artıq yeni başdan sayıram da 10, 20 filan. Buradakı ilk 10 sırada da artım eləmişəm kompensasiya. Yəni axır odur ki,
bir ucdan başlayırsınız, digər ucunda bitirirsiniz və sonra da bunu içindən tikirsiniz. Baxın, bunu tikmişəm, amma saplarımı gizlətməmişəm və kəsməmişəm. Çünki bunu geyinəndə baxın, görün, bu sizin başınıza, boynunuza görə rahatdırmı, yoxsa yox? Ola bilər ki, bunu biraz açmaq istəyirsiniz. Ola bilər daha da biraz çox tikmək, bağlamaq istəyirsiniz. Yəni bunu da nəzərə almaq lazımdır. Bir də ki, başqa növdə toxumaq istəyirsinizsə, daha sadələşdirilmiş növdə, başdan ayağa bir qat sapla toxuya bilərsiniz. Başdan ayağa 2 qat sapla toxuya bilərsiniz. Başdan ayağa eyni naxışla toxuya bilərsiniz. Absolutla, yəni özünüzün, ürəyinizin, kefinizin istəyəcəyiniz qədər şəkildə bunu eləmək olar. Çox sadə şeydir. İçəridən baxın, niyə bu naxışı mən seçdim? Çünki birdən istəyərəm, məsələn, bunu belə çölə qatlamaq, belə geyinmək. Bunu belə də eləmək olar. Və bununla bağlı bir dənə də opsiya başa salım sizə. Məsələn, mən 2 tərəfli şarf eləmişəm də, yəni bunu belə eləyirik. Bir şarfı bu tərəfə salırıq. Özü də uzun elədim ki, yəni arxa tərəfdən, başımın arxasından, boyun hissəsindən fırlansın, gəlsin qabağa belə. Və ikinci tərəfi də eyni cürə əks tərəfə belə fırladıb keçirdə bilərsiniz. Bu lap belə qar şaxtalı havalar üçündür. Ola bilər ki, belə 2 qat belə eləmək istəməsəniz, 2 tərəfdən də belə dolu şarf olmasın. Deməli, bu kapüşonun bir şarfını, bir hissəsini qısa eləyirsiniz yaxanıza düşən qədər. Digərini isə uzun eləyirsiniz. Bir dəfə dolayacaqsınız boynunuza ki, yəni başınızı, boynunuzu hərəkət elətdirmək də sizə asan olsun. Belə tikilmə hissəsi də belə görsənir. 2 qat sapdır deyə belə içəridən kobud görsənir, amma yenə də yumuşaqdır. Qalınlıq çox yaratmır. Belə. İndi mən nümunə kimi toxuyacağam kiçik ölçüdə. Çünki 210 sıranı master-class üçün toxumaq məqsəd yönlü deyil. Onu da gərək 1-2 həftəm geçsin. Amma saylarını deyəcəm, yöntəmini deyəcəm, naxışı hesablayıb yerləşdirməyi deyəcəm. Bunu gəlin hələlik yığışdıraq. Buradan bax yenə ilişdi. İndi tripoda ilişdirdim. Tak, indi gəlin buna baxaq. Sxemimizə. Çox yaxın oldu. Okey. Baxın, şarf, kapüşon burada qeyd eləmişəm. Deməli, Alize Baby Best 4,5 millimetr və yaxud 5 və ya 5,5. Bunu niyə belə artıq dedim əvvəl, bunu biraz əvvəl. 43 ilmə ilə başla. Yəni bu sırf mənim toxuduğumun ilmə sayıdır. Enini 43 ilmə ilə başladım. Deməli, buradan 43 ilmə yığıram. Toxuya gedirəm düz. Yəni buradakindən başa salım. Baxın, pasuci bir sıra belə başdan ayağa bir zolaq toxuyuruq. Deməli, bir qatla buradan 43 ilmə yığıram, bir qat sapla toxuyuram 210 sıra. Burada kapüşon hissəsidir. Keçirəm 2 qat sapa 5 nömrəm ilə. Burada sonuncu sırada baxın, bu ilmi azaltmanı eləyirəm lazımlı qədər. Sonra toxumağa davam eləyirəm və mənə lazım olan qədər azaltmadan sonra eyni miqdarda azaltmanı da digər tərəfdə eləyirəm. Kapüşonun başında mütləq eyni. Çünki biz bunu birləşdirəcəyik. Bu ilmələri belə birləşdirəcəyik. Onlar üst-üstə düşməlidirlər miqdarı, əlbəttə ki. Elə bir ki, burada dayanmadan toxuya gedirik də. Bu azaltma, çoxaltmanı eləməyə də bilərsiniz. Elə düz zolaq toxuyun, geçsin. Əgər burada sizdə, məsələn, kapüşonun bu başı, ucu belə iti qalmağı sizin üçün problem deyilsə, məsələn, bizim şarf fikrimiz, belə ucu iti olması sizin üçün problem deyilsə, geyinə bilərsiniz. Bir də ki, sapınız əgər çox cod sap deyilsə, yumuşaqdırsa, belə toxuya bilərsiniz, görünüş pis olmayacaq. Okay. Bir də
bu məsələn bununla əziyyət çəkmək istəməsəniz, ola bilər lap tənbəlliyiniz tutur bunu eləməyə, heç bir problem yoxdur. Mən də tənbəllik eləyirəm. İşimizi asanlaşdırmaq üçün. Onda kapüşonun bu hissəsini biraz uzun toxuyuruq, daha geniş toxuyuruq. Məndə bura 30 cm idi də. Siz öz ölçünüzə görə baxın. Biraz da uzun toxumaq olar ki, başa geyinəndə bu makuşka aşağı əyilib düşəcəkdir. Orada iti ucun olduğu hiss olunmayacaq heç. Belə nüanslar var. Hər nəysə, buradan azaldırıq, burada eyni miqdarda çoxaldırıq, davam edirik. Kapüşon hissəsini bitirəndə ikinci sapımızı kəsirik və artıq yenə 5 mil nömrə mildən 4 yarıma qayıdıram, keçirdirəm və şarfımızı bitiririk, toxuyub bitiririk olduğu kimi. Bir qızda görmüşdüm. Görüm onu göstərərəm ya yox. Reizinə oxşayan bir naxışla toxumuşdu başdan ayağa qədər. O da çox yaxşı görünür. Sadəcə mən o görünüşü sevmirəm deyə eləmirəm. Eləmədim. Siz eləyə bilərsiniz. Yenə dediyim kimi keyfiniz istəyən tərzdə eləyə bilərsiniz. Okey, başlayaq. Tak, gəlin elə buradan başlayaq. Sapımın deməli içindən bu artıq çıxartmışam. Deməli, sapı içindən çıxartmağa məsləhət görürəm. Niyə görə? Tak, bunu belə qoyuram. Toxuduqca bu mənim əlimə gələcək belə. Gəlin bir də sizə belə bir nümunə göstərim. Tak, baxın, belə bir korzinочка alın. Sapı qoyun bura. İçindən də baxın çıxardın. Burada sökmüşdüm deyə bunu yanına qoymuşam. Buradan toxuduqca bu sap buradan gələcək. Yumaq sökülmür, dağılmır. Sökülmür, dağılmır deyəndə indi toxuduqca sona yaxın əlbəttə söküləcək, amma yəni belə daha təhlükəsizdir. Üzr istəyirəm. Tak, başladıq. Deməli, millərim budur. Temudan almışdım bunları. Deməli, 4 yarımla başlayırıq. 5 nömrə orada başqa şeydə məşğuldur. İndi onu sonra götürərik. Deməli, ilmə yığmanı standart eləyirəm. Hə, bunu necə hesabladım? Mən onu da göstərim sizə. Deməli, baxın, bu elədiyim naxış nə cür naxışdır? Deməli, bu həmin bu jimçurna, bu nə bilim. Deməli, əgər deməli kənar ilmələrimiz var da, bunu belə sayaq, kənar ilmə. Başlayırıq və bitiririk kənar ilmələr, o həmişə xüsusiliklə toxunur, bunu ayrı bilək. Deməli, bir dənə düz, bir dənə tərs ilmə, bir dənə düz ilmə, bir dənə tərs ilmə, bir dənədən biri o birin birə reizini toxuduğumuz kimi başlayırıq birinci sıranı. Amma elə bir ki, ikinci sırada kənar ilmələri yenə olduğu kimi yerində toxuyuruq. İkinci sırada artıq nə edirik? Düz ilmənin üstündən tərs ilmə toxumalıyıq. Tərs ilmənin üstündən düz ilmə toxumalıyıq. Düzün üstündən tərs, tərsin üstündən düz. Bu şəkildə toxuyaraq, bayaq göstərdiyim mənim toxuduğum şarfımın üstündəki görünüşü əmələ gətiririk. O abadokundakı filan. Deməli, bunun üçün də indi simetriya üçün baxaq ki, görünüş düz olsun. Kənar ilmələr yerində qalmaq şərti ilə bu naxışdan başlayanda hər nə qədər ilmə yığacaqsınızsa yığın. Düzlə başlayırsınız, düzlə bitirməyinizi məsləhət görürəm. Ona görə mən orada 43 ilmə yığmışdım. Burada gəlin biraz azaldaq ki, tez bitirmiş olaq. Deməli, burada məsələn naxış üçün burada 5 dənə ilmə idi. Kənar ilmə daxil. 1, 2, 3, 4, 5. Bu bizim kənar abadokumuz idi. Bunu bir də
Bu birisini elə deyəsən, bunu da uzun eləməli olacaq. Neçə bu 45, 10 dənə də buradan 15, 30 dənə eləyərik. 30 dənə eləyək, baxaq. Deməli, 30 olacaqmı? Buradan da 10 dənə olmalıdır. Hadi. Tək sayda olmalıdır. Əsas məsələ odur ki, nəyə görə düşünürəm? Deməli, 30-dursa ya 29 yığın, ya da 31 yığaq. Belə. İlmə sayı tək olmalıdır. Çünki burada başladığımız ilmə ilə də bitirməliyik. Simetrik görünüş qalsın deyə. Getdik. Primitiv metodla ilməni yığıram. Siz başqa metodla bilirsiniz də yığa bilərsiniz. Ucumuzu saxlayırıq. Nə bilim, bu qədər bəs olar yəqin ki. Mən belə mildə toxuyacağım, troslu mildə. Okay? Mənim üçün bu mənim ən sevimli millərimdir. Bu 120 santimetrlikdir deyəsən, yoxsa 100 santimetrlikdir. Hər şeyi bunlarla toxuyuram, çox rahat. İkisini birləşdirirəm belə və başlayırıq. Əgər ilmə yığmanı bilmirsinizsə, elə burada da baxa bilərsiniz. Deməli, bu uzun saxladığımız ucu baş barmağımın üstündə saxlayıram. Yumaqdan gələn sapı işarət barmağımın üstündə saxlayıram. Bunların hamısını burada bu iki barmağımla saxlayıram. Sıxılmanı buradan tənzimləyirəm. Elə bir ki, buradan işlətdikcə buradan arada yavaş boş buraxıb sapın gəlməsini tənzimləyirəm. Bu şəkildə. Getdik. Deməli, burada bir növ 3 bucaq görürük. Düzdür? 3 bucaq. Deməli, 3 bucaq. Baş barmaqla işarət barmağın arasında olan üzr istəyirəm, neydə? Öskürməklər bu videoya qalmışdır. Tak. Buradan keçirik ortadan. Elə bir ki, altdan yuxarı, aşağıdan yuxarı bunu götürürük ortadakini. Sonra gedirik sol tərəfə baş barmaqdakini bu tərzdə götürürük. Elə bir ki, baxın bu istiqamətdə. Sonra da gedirik işarət barmağındakini də belə götürürük. Bunu da üstdən aşağıya belə. Sonra bu ilməni burada yaranmış ilgənin içindən keçirdirik. İlk iki ilməmizi belə yaratdıq. Yenə getdik. Sol tərəfdən götürürük. Baxın, 1, 2, 3 sap var burada dartılıbdır. Ən sol sapı belə aşağıdan yuxarı götürürük. Sonra keçirik bu birisini götürürük sağdakini və bunu hamısını baş barmaqdakı ilgəkdən keçirdirik. Belə. Biraz burada sürətlənək qızlar. Videomuz da uzun olacaqdır, çox güman ki. Baxın, mən orada bu etapda ilmə yığmanı yığarkən sayını mən məsələn şəxsən diqqəti çox zəif olan adamım. Ona görə hesabı itirməmək üçün burada da elə bu etapda hər 10 ilmədən bir marker yerləşdirirəm. İndi onu da yerləşdirəcəm, baxarsınız. Yeni çox belə sıxmırıq burada, okey. Yeni başlayanlar ola bilər, baxsın buna. Allah, bu çatacaqdır mı? Belə hələ ki yığıram. Bir dənə marker götürək. Ay, qoşdu getdi. Dur, bir dənə. Deməli 30 dənə 31 dənə yığacam da dedim, 3 dənəsi bəs olar. Tak, deməli bunu burada sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Belə ayırıram.
markeri belə açıram. Bu iki ilmənin aşağısında bax, bu yarım hörük xət gedir. Bu bunun içinə yerləşdirirəm. Biraz çətin olur. Ehtiyatlı olaq. İlməmizi dartışdırmayaq. Okey. Bunu heç bağlamağa ehtiyac yoxdur. Mən bunu burada bağlamıram. Çünki say üçün eləyirəm. Sadəcə bunu sonra açacağım. Tak. Bunu biraz geriyə çəkirik. Burada neçə dənə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Okey. Bu da 20 dənə olacaq. Okey. Bir onu da yerləşdirək. Tak, bu ucu bu tərəfə qoyuruq baş barmağa. Tak, burada 2 dənəsi var. Elə bir ki, növbəti onluqdan 2 dənə ilmə var. Deməli, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir de bize 31 dənə lazımdır. Bu da 11-incisi, 31-incisi. 10, 20, 30, axırıncı da 1. Bu qədər. Yəni, bu hələlik qoyuruq qırağa. Deməli, buradan ilmənin birini ehtiyatla çəkirəm. Baxın, bunu belə qəşəng saxlayaq. Çünki çıxıb sürüşüb dağılmasın. Deməli, bunu belə çıxardıram. Okey. Bildiyimiz kimi bizim düz ilməmiz var və tərs ilməmiz var. Amma bizim həmçinin əşyamızın düz tərəfi və tərs tərəfi var. Onu çaşdırmayaq. Okey. Burada bir dənə göstərim. Baxın. Bura bizim əşyamızın düz tərəfidir. Düz ilmələr burada toxumuşuq. Bu naxışımız. Bu isə bizim əşyamızın tərs tərəfidir. Bir də elə naxış toxuya bilərsiniz ki, iki tərəfli naxışdır. Məsələn, elə bax, bu düyü özü iki tərəfli naxışdır. Sadəcə bu ortadakı ilə mən ayırt edə bilirəm. Belə hesablaya bilərsiniz ki, bu sapın ucu ilməni təzə yığanda əmələ gələn bu sapın ucu. Bu sağ tərəfdə aşağıdadırsa, deməli bura düz tərəfdir. Əşyamızın düz tərəfidir. Okey. İndi baxın, sizə şpargalka da eləməyi öyrədim. Məsələn, biz indi toxumalıyıq. Lap yeni toxumağa başlayanda belə şpargalka eləyirdim özümə. Məsələn, şərf hissə. Birinci sıra düz sıra. İkinci sıra olacaq tərs. İkinci sıra olacaq tərs sıra. Nəsə belə 3, 4, 5, 6 hər nə belə özünüzə qeyd edə bilirsiniz. İlk iki dənəsini yazıram, qalanlarını artıq plus qoyacağım. Bunu toxudum ya yox. Başladıq. Deməli, yumaqdan gələn sapı arxaya salırıq belə. Uculuğu belə aşağıda qoyuruq. Gəlin belə yaxınlaşdıraq. Okey. Deməli, bütün sıralarda, bu şarfda ilk ilməni, dəxlisi yoxdur, düz tərəfdəsiz, tərs tərəfdəsiz, sıranın ilk ilməsini toxumadan çıxardırıq bu tərzdə. Baxın, toxumanın, ilmənin yerləşməsinə bir dənə baxın. Baxın, bu ilmə necə yerləşir? Bir yarısı bizlə üzbəüzdür, digər yarısı arxa tərəfdədir, bizə baxmır. Bunun ortasından belə keçib ilk ilməni çıxardıram. Toxumadan, ilk ilməni toxumadan çıxardırıq həmişə. Bütün sıralarda. Deməli, burada deməli 10 dənə düz bir tərs toxumalıyıq abadoşikimizi. İndi deməli, bu da onun içinə əlavə olunacaq. Deməli, bundan əlavə 9 dənə düz tərs toxuyacaq. İndi getdik. Burada ilməni mən iç tərəfdən yenə götürəcəm. Okey, ilməni necə götürəcəyiniz vacibdir.
onu izah eləmək tamam ayrı bir şey olacaqdı uzun. Ona görə sadəcə başa salıram ki, mən belə götürürüm. Ortadan milimi salıram, arxadan çıxardıram. Sapımı belə götürürəm. Çıxardıram ön tərəfə. Və mildən çıxardıram. Bu mənim düz ilməmdir. İndi tərs ilmə toxuyacağım. Sapı gətirirəm ön tərəfə. Yenə buradan ortadan mili salırım, amma qabağa çıxardıram. Və buradan da sapı bu tərzdə verirəm. Çıxardıram bunu da arxa tərəfə və milin üstündən götürürüm. Bu da oldu tərs ilmə. Getdik. Düz ilmə, tərs ilmə, düz ilmə, tərs ilmə, düz ilmə, tərs ilmə, düz, tərs. Yəni, baxaq görün necədən oldu. Çox oldu elə bil. 1, 2, 3, 4, 5, 6, 8, 9, 10. 10 dənə baxıram. Canı lişini toxudum lazım deyil. Qaytararam. Deməli, bunu abadoçika ayırmaq üçün marker salarım bura. Deməli, burada ki itirməyim. Bu hissəni həmin bu düz tərs naxışımızdan eləyək toxuyuruq. İndi buradakı son 5 ilməyə qədər düz ilmə toxuyuram. Mənim toxuduğum şartda 43 ilmə eləmişəm də. Yəni burada sadəcə nümunəyə görə azaltmışam. Siz yəni onu nəzərə alın. Ola bilər başqa sapdan toxuyursunuz, başqa miqdarda ilmə yığmısınız. Belə. Düz ilmələr toxuya gedirik. Ayda yox. Aşağısını abadok eləmək lazımdır. Çox toxudum. Bana gəbəni söküm. Bir dəqiqə. İlməni yenidən yığım. Çox üzr istəyirəm qızlar. Fikrim biraz dağınıqdır. Deməli, birinci aşağıda bu sıraları bütöv toxuyacaq. Ondan sonra bu abadoçikləri ayırma keçəcək. Ay, çaşdırdım. Okey, təzədən bir də başlayırıq. Başdan axıra qədər düz tərs toxuyuruq. Yaxınlar bura. Deməli. Tak, bir dənə ilk ilməni toxumadan kənar ilməni çıxardıram. Sonra gedirəm düz, tərs, düz, tərs, düz, tərs, tam sona qədər. İlmələrin sayını tək sayda eləməyimin sayəsində kənar ilmədən sonra düzlə başlamışdımsa, son kənar ilmədən əvvəldə düz ilmə ilə bitirəcəm. Görünüş simetriyası üçün belə olsun. Tak. Deməli, düz ilmələrimiz bizim hörüyə oxşuyur, saç hörüyü olur. Tərs ilmənin ortasından qorizontal xəttinə kimi gedir. İndi göstərəcəm. Tərs, düz, son ilməni tərs ilmə kimi toxuyuruq. Həmişə, bütün sıralarda. Bütün sıralarda ilk ilməni toxumadan çıxardırıq, son ilməni tərs ilmə kimi toxuyuruq.
Bura baxın. Baxın, bu düz ilmədir. Baxın, V-yə oxşur. Latin V-sinə ya da ki, hörüyü olacaqdır. Bu indi üstündə dağlar hörüləndə. Bu isə tərs ilmədir. Baxın, üstündən düz qorizontal belə xət kimi sap yerləşib. Okey. Getdik indi ikinci sıranı toxumağa. Tərs üzdə toxuyuruq. Amma eyni şey eləyəcək. Hələ ki, naxışımızı toxuyuruq. Okey. Niyə bura gəldi? Deməli, burada da görsənir. İlk ilməmizi toxumadan çıxardırıq. İndi bu üzdə kənar ilmədən sonra tərs ilmə gəlir. Çünki bu birisi tərəfdə düz ilmə toxuduğumuz, bu tərəfdə tərs ilmə görünəcək. Deməli, bunu buradan, indi burada diqqətli olmaq lazımdır. İlməni necə götürəcək ki, ilmə çevrilməsin. Bu tərəfdə tərs ilməni, baxın, soldan sağa belə götürürəm. Düz ilmə kimi toxuyuram. Tərs ilmənin üstündən düz ilmə toxudum. İndi burada növbəti gəlir bizim düz ilməmiz. İndi bunun üstündən tərs ilmə toxumalıyım. Sapı keçirdirəm ön tərəfə. Baxın, burada ilməni necə götürürəm. Baxın, bizə baxın tərəfi ilmənin, mənlə üzbəüz olan. Bu da arxa tərəfə baxın. Bunu arxadakını belə götürürəm. Arxadan. Belə. Sonra sap, yumaqdan gələn sapımı milin iynənin üstündən keçirdirəm. Belə. Arxa tərəfə çıxardıram, toxuyuram. Bu da oldu. Tərs ilmə. Sonra gəlir yenə tərs ilmə, bunun üstündən düz toxumaq lazımdır. Soldan sağa götürürəm. Düz ilmə toxudum. Sapı keçirdirəm qabağa. Burada düz ilmədir, onun üstündən tərs ilmə toxumalıyam. Arxadakı tərəfini götürürəm. Sapı keçirdirəm. Arxaya. Belə. Yine tərs ilmənin üstündən düz toxuyuram. Soldan sağa sap götürürəm, ön tərəfə çıxardıram. Bu düz sap keçirdirəm qabağa. Burada yenə düz ilmədir bu. Bu da ilməmiz milin üstündə. Arxa yarısını götürürəm. Belə. Tak. Gəlin biraz. Bilmirəm, yaxşı görsənir ya yox. Deməli, bu tərs ilmədir. Bunun üstündən düz ilmə toxumalıyam. Soldan sağa bunu götürürəm. Ön tərəfə çıxardıram. Sapı qabağa çəkirəm. Burada düz ilmə var. Bunun üstündən tərs ilmə toxumalıyam. Arxa yarısından keçirəm. Arxadan qabağa. Sapı milin üstündən verirəm və arxa tərəfə toxuyub çıxardıram. Soldan sağa, arxadan qabağa. Bu ilmənin yerləşməsi xüsusiyyətləridir. Bunu niyə belə toxuyuruq? İlmə fırlanmasın yerində. İndi sıranı bitirək göstərəcəm. Nəyi nəzərdə tuturam. Ola bilər ki, bu ilmə yerləşməsi məsələsindən, ilmənin növlərindən başınız çıxır. O heç birdən kimsə bilmir. Onlar üçün
düz son ilməni tərs ilmə kimi toxuyuram. Deməli, mən bayaqdan nədən danışırdım? Deməli, fərz eləyək ki, mənim barmağım mildir. Bu da onun üstündəki bu duran ilmə. Bu duran ilməni əgər məsələn müəyyən şəkildə götürsəm, bu ilmə çevriləcəkdir belə. Burası X şəkli olacaq, kəsişməli olacaqdır. Belə duranda saplar rahat durmur. Məsləhətli bir şey deyil. Elə toxumalıyıq ki, toxunandan sonra əşyanın üstündə ilmə belə dursun. Hər iki tərəfi rahat və bu ucuları da digər sıralara sağa sola keçir. Okay? Elə götürməliyik ki, ilməni nə belə çevrilsin, nə də belə çevrilsin. Məqsəd budur. Ona görə ilmənizə fikir verin. İlmə növlərindən başınız çıxmasanız da, məsələn, bu məntiqə uyğun toxuya bilərsiniz. İndi keçirik. İkinci sırada artıq elə bir üçüncü sıranı bitirdik. İkini bitirdik. İndi üçüncü sıra toxuyuruq. Tak, burada da gəlin tak, ilk sıra ilməni toxumadan çıxardıram. İndi burada yenə baxıram. Baxın, burada məndə tərs ilmə gəlir. Bunu toxuyuram belə. Düz ilmə kimi. İndi burada baxın. Bu ilmə artıq üzü bu pisi tərəfə baxır. Bu ilmə üzü beləsinə baxır. Ona görə bu üçüncü sırada bu düz ilməni belə toxumaq lazımdır. Sonradan gəlin belə götürürük. Yenə. Ay, mən nə edirəm? Mən reydin kimi toxudum. Yox, düz toxumadım. Fikrim getdi genə. Tak, üzürlü sayın qızlar. Tak, bu düzdür. Burada deməli tərs ilmə kimi toxuyacağım. Tərs ilmədə üstünə düz ilmə toxuyuram. Düz ilmədə üstünə tərs ilmə toxuyuram. Tərs ilmədə üstünə düz toxuyuram. Baxın, burada hətta görsənir ki, baxın, bu ilmənin iki tərəfi də belə rahat yerləşdi. Bu düz ilmədir. Tərs kimi toxuyuram. İlmələrin heç birini çevirmədik. Bəzi naxışlar üçün, bəzi hallar üçün ilmənin çevrilməsi lazımdır. Amma burada bizə lazım deyil. Burada aşağıda nə qədər istəyirsinizsə, istədiyiniz miqdarda bu sıranı toxuyursunuz. Aşağı çərçivəmizi düzəldirsiniz. Mən 12 sıra toxumuşdum. Gərək 10 sıra eləyərdim əslində, amma 12 sıra toxudum. Bilmirəm niyə toxudum, hər nəysə. Okey. Tak, bu düzdür. Gəlin bunu da toxuyaq. Artıq düz üzdən başlayaq. Burada da eyni cürə. Bu elə bir ki, biz tərs tərəfdəyik. Yeni naxışı yeni başlayarkən, ya yeni nəsə sıra başlayarkən, yeni manipulyasiya başlayarkən həmişə düz tərəfdən başlayın. İndi mən tərs tərəfdəyim, yenə bu naxışı davam edirəm. İndi o biri növbəti sıradan siz fərz edin ki, 10 sıra toxumalısınız burada, ya da 12 sıra mənimki kimi, buna əhəmiyyəti yoxdur. Sadəcə bu masterclass çox uzanmasın deyə.
Burada bir dənə pauzaya gedək. Tərs üzdəki sıramı bitirdim. Çevirirəm. Keçirik düz üzə. Markerlərimizi elə buradan hazır asa bilərik. Deməli, üzə toxunacaq abadok, onu 10 sıra eləmişdim. Mən özümdə olduğum kimi, o şarfımda toxuduğum kimi. Yollaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə ilmə ayırdım. Buradan markerimizi taxırıq. Deməli, bundan sonra biz 210 sıranın cəmilikdə hamısını bax belə bu naxışı toxuyub gedəcəyik. Burada da 5 sıra 5 dənə ilmə ayırmışdım naxış üçün. Bu boyun hissəsidir. 1, 2, 3, 4, 5. Burada da belə. Okey. İndi başlayacağıq toxumağa. Okey. Deməli, bu aşağıdan 10 ya 12 sıra ürəyinin istədiyiniz qədər çərçivəni toxuduq. Keçirik indi abadok hissəsinə şarfın. İlk ilməni toxumadan çıxardıram. Tərs ilmə görürəm. Bunun üstündən düz toxuyuram. Düz ilmə görürəm. Üstündən tərs toxuyuram. Deməli, bu markerin işarələdiyi kənar hissədə bu naxışımızı sona qədər eyni cürə toxumağa davam edəcəyik. Markeri keçiririk bu tərəfə. İndi burada artıq hamısını düz toxumağa davam edəcəyik. Burada da ilmələrin yerləşməsinə baxaq ki, burada düz tərs gedir də. Çevrilmiş ilmə olmasın. Bax, bunu soldan sağa götürürüm. Düz ilmə toxuyuram. Bunu da hamısı belə yerləşib. Okay. Hamısını soldan sağa düz ilmə toxuyuram. Hamısını növbəti markerə qədər düz ilmə toxuyuram. Düz tərəfdə markerlərin arasında düz ilmələr toxuyacağıq. Okay, gördünüz. Markeri keçirdirəm bu tərəfə. Naxışımı yenə toxuyuram. Düz ilmədir. Üstünə tərs ilmə toxumalıyam. Tərs ilmədir. Üstünə düz toxumalıyam. Və son ilməni tərs ilmə kimi toxuyuram. Baxın belə. Tak. Sapımızın ucu sağ tərəfdə aşağıdadır. Deməli, bu bizim düz tərəfimizdir. Mənim şarfımda bu kənar hissələr eyni ilmə miqdarındadır. Burada 10 ilmə, burada 5 ilmə qoymuşam. Arada isə daha çoxdur. Məndə cəmilikdə 43-dür. Burada 31 yığmışam. Onu nəzərə alar. Sadəcə mənim şarfımda burada arada çoxdur. Amma naxış hissəsi eynidir. Keçirik tərs tərəfi toxumağa. Tərs tərəfdə markerlərin ayırdığı hissədə belə eləmək daha rahatdır. Əlimə maniçilik törətməsin. İlk ilməni toxumadan çıxardıram. Burada yenə naxışımı toxuyuram. Tərsin üstündən düz, düzün üstündən tərs. Markeri keçirdirəm. Burada isə baxın, bu birisi tərəfdə hamısını düz ilmə toxunmuşdu. Həmin ilmələr tərs tərəfdə tərs ilmə kimi görsənir. Görsənir deyəndə elədir ki, var. Ona görə bunların üstündən indi yenə tərs ilmələr toxuyacağım. Tak, sapma. Tərs. Tərs, tərs, belə markerə qədər toxuyuruq.
Bitdi. Markeri keçirdirəm. Və naxışımı toxuyuram yenə. Tərs ilmədik. Üstünə düz. Düzün üstünə tərs. Son ilməni tərs ilmə kimi toxuyuram. Okey, çeviririk bu tərəfə. Baxın, artıq burada bu лицевая gладь əmələ gəlir. Naxışsız. Sadəcə düz ilmələr, hörüklər yanmayan. Bunu belə. Bu ucudur. Buradan da eyni şey eləyirik. İki sırada birlikdə toxuyaq. Artıq gerisini özünüz eləyəcəksiniz. Çünki kapüşona keçmək lazımdır. Master klassımız onsuz da böyük olacaq. İlk ilməni toxumadan çıxardıram və yenə düz tərs toxuyub gedirəm. Markerlərin arasında düz tərəfdə düz ilmələr toxuyuram yanbayan. Artıq belə götürürüm. Okay. Mən tərəfə baxan hissəsi ilmənin, bir də tərs tərəfə baxan o pis tərəfə. Belə ortasından keçib arxadan toxuyuram. O düz ilmə. Sözüme bakın. Burada ilməni deyəsən biraz səliqəsiz götürmüşüm. Okay. Burada düz ilməmiz var. Üstünə tərs ilmə toxuyuram və davam edirəm. Okay. Bir dənə də tərs üst sıra toxuyaq. Tərs üzdən toxuyuruq. Keçək kapüşonu. Burada artıq çox izah eləmirəm. Artıq neçə dəfə izah elədim. Markerlərin arasında tərs ilmələr toxuyuruq tərs tərəfdən. Buradan naxışımızı toxuyuruq. Son ilməni tərs kimi toxuyuruq. Okay. Bu hissədə mən toxumuşdum.
210 sıra cəmi. Bu aşağı çərçivəli plan cəmilikdə. Və başa saldım əvvəldəki 210-cu sıradan 2 qat sapa keçdim. Düzdür? İndi gəlin onu keçirtməyi sizə göstərim. Bir dəqiqə. Tak, dəmir olan 5 nömrə milim məşğuldur. Başqa şey toxuyuram. Ona görə bundan götürəcəm. Amma Alize Baby Best sapı bu naqilin üstündə belə milin üstündə yaxşı hərəkət eləmir. Fırlanır, dağılır. Məsləhət görmürəm. Ona görə, amma mən sadəcə nümunə üçün indi toxuyub göstərəcəm. Neysə. Okey, deməli. İndi ikinci qat sapı əlavə eləyəcəyik. Qızlar, ikinci qatı əlavə eləyərkən əlbəttə ki, daha böyük ölçüyə milə keçirik. Bu 5,5-dır hətta. Onu da əvvəldə başa saldım. Ya 5 ya 5,5-a keçin. Sıx toxuyursunuzsa 5,5-a keçin. Buradan, deməli, təzə sap əlavə eləyərkən kənardan əlavə eləmirəm. 2-3 ilmə bir dənə ilə toxuyacam və sonra ikincini əlavə eləyəcəm. İkinci eyni rəngdə yumağım yoxdur. Bu rəngdən işlədəcəm. Amma bu da Alize Baby Best. Okay? İkisi də eyni sapdır. Sadəcə rəngi fərqlidir. Deməli, birbaşa ilə böyük milimizi götürürük. Eyni rənglə toxusanız, həmin bu tərzdə keçid hiss olunmayacaq. Okay? Deməli, buradan sapımız, ilməni toxumadan götürürəm. Burada düz, burada tərs. Əlbəttə ki, böyük millə ilmələriniz böyüyəcək. Birini də toxuyaq, gedək. Düzdür. Tərs. Elə eləyək ki, arxadan birləşmə olsun. Bunun üçün düz ilmə toxumaq lazımdır. Görürsünüz, burada tərs ilmə gəldi, bunu toxudum. İndi mən düz ilmə toxumalıyım. Düz ilmə toxuyarkən birləşdirmək ən yaxşı variantdır. Ki, uclar arxada qalsın. İndi onu götürürəm. Ucu uzun qoyun. Əgər sapınız sürüşkəndirsə, ucu uzun qoyun. Çünki sürüşkən sapı ucu qısa olanda gizlətmək çətindir. Çıxır, sürüşüb çıxır, eybəcər görsənir. Uzun saxlayın. Bu sap isə müəyyən qədər sürüşkənliyi var. Ona görə bir hardasın, nə bilim, 15-20 cm boyun. Heyfiniz gəlməsin. İndi baxın, düz ilmə toxumalıyam, düzdür. Bu mili keçirdirəm lazımlı pozisiyaya, bura. Deməli, indi bu yumaqdan gələn sapla bu yeni sapı birləşdirirəm, okey? Bu sapın ucudur, bunu atıram bu tərəfə. Bu hər iki sap yumaqdan gəlir. Böyle fərqli rəng olmağı hətta yaxşı oldu. Bizə daha aydın görsənəcək, nə iş görürük. Bəli, bu biraz indi yeni əlavə olunub deyə dartılacaq, genişlənəcək, heç bir problem deyil. Toxunduqca yerinə oturacaq bu. Görürsünüz, bax belədir. Baxın, bu ikisini əlimlə baxın, belə tutmuşam burada. Belə götürürəm. Toxuyuram. Əlavə elədik ikinci sapımızı. İndi gedirik. Burada düz ilmədir, tərs ilmə toxumalıyım. Belə. Keçdim. 2 qat sapa. Və daha böyük milə. Markerimizi keçiririk. Bunu arada bir dartışdırırıq belə. Çünki genişlənəcək. Normaldır. Bunları biraz yaxın gətirək. İndi burada düz tərəfdəyik deyə markerlərin arasında düz ilmələr toxumalıyıq. Getdik. Həmişəki kimi düz ilmə toxuyuruq. Amma artıq 2 qat. Demək ki, eyni şeyləri eləyirik. Basutin. Sadəcə 2 qat sapla genişləndiririk. Eni də daha enli olacaq santimetrlə ölçsəniz, əlbəttə ki, ilmə artımı olmadan ilmə artımı falan eləmirik.
Evet, bunu da buradan markerimizi keçirdirik və naxışımızı toxuyuruq. Son ilmə tərs ilmə kimi toxuyuruq. Okey. Keçirik tərs tərəfə. Baxın. Bu 4,5 millimetr milimiz çıxdı. Bunu hələlik qoyuruq qırağa. Kapüşonu bitirəndən sonra növbəti şarf hissəsinə keçəndə yenə bunu qaytaracaq. Eyni bu tərzdə elədiyiniz kimi. Bunu qoyuruq kənara. Baxın, bu 2 dənə yumağı belə yanaşı qoymuşam. Buradan sap gəlir ucdan. Belə qəşəng. Okey. Tərs tərəfdəyik. Burasına fikir verin. Bu buradan boşluq yaradır. Müvəqqətidir. İndi bunun özünü də gizlədəcəyik əlbəttə ki. O heç. Buradan da bunu toxuyaq qızlar. İlk ilməni toxumadan çıxardıram və naxışımı toxuyuram. Tərs ilməm var, üstünə düz toxuyuram. Düz ilmənin üstünə tərs toxuyuram. Tərs tərəfdə markerlərin arasında tərs ilmələr toxuyuram. Sapı keçirdirəm qabağa. Dəqiq. Okey. Tak. Tak, yenə keçdik naxış hissəmizə. Burada nə elədiyimizi bilirik. Tak, bu burada yenə genişlənmə verir. Yüngülcə dartırıq. Tak, okey. Deməli, bu hissədə kapüşon üçün mən toxumuşdum cəmi 60 sıra. 50 sıra toxumuşdum və son 10 sırada azaltma eləmişdim. Nümunə üçün indi mən burada nə bilim bir 4-5 sıra toxuyacağım. Sonra kapüşonun ucu üçün ilmə azaltmanı sizə göstərim, okey? Siz əgər mənim sxemimlə gedirsinizsə, 50 sıra toxuyun, dayanın, 51-ci sıradan azaltmanı başlayacaq. Tak, qızlar, deməli, bunu bayaq göstərmişdim, bir də təkrar baxaq. Deməli, şarf hissəsini toxuduq. 10 dənə ilmədən bir markerlərinizi qoyursunuz, əgər ehtiyac varsa. Mən 210 sıra toxumuşdum, istəyirsiniz mənim kimi 210 sıra toxuyun, ya da özünüz istədiyiniz kimi başqa miqdarda sıra toxuyun. Şarfın sonuncu sırasında markeri yerləşdirdim, bu incə markeri. Kapüşonun ilk sırasında bunu yerləşdirdim ki, kapüşon buradan başlayır. İndi bizim nümunəmizdə burada fərqli rəng əlavə eləmişdim deyə, burada çox da belə ehtiyac yoxdur marker, amma yenə də əlavə eləyərəm sıranı saymaq üçün. Məsələn, gəlin elə buralardan bir yerdən. Biraz bu tərəfdən eləyəcəm, çünki buralarda azaltma göstərəcəm indi. Baxın,
Mən bunu necə sayıram? Yaxınlaşdıraq. Baxın, marker nəyi tutub? Şərti olaraq bu V hərfini tutub, bu hörüyü. Hər iki tərəfini götürüb. Bu hər iki tərəfli bu V bizim bir ilməmizdir. Bir sıradakı bir ilmə. Hörükləri sayırıq. Onun sayı da sıralardır. 1, 2, 3, 4, 5 və s. İndi burada da sıraları qarışdırmamaq üçün mənim kimi 10 sıradan bir yenə baxın bu sancaqları yerləşdirə bilərsiniz. Və kapüşonun biz dedik ki son 10-cu 10 sırasında bir ki məndə kapüşon 60 sıradır. 50 sıra toxuduz. Artıq tutalım ki indi bu nümunədir. Deməli 50-ci sıra burada bitir. Buradan sonra mən başlayıram bu azaltmaları eləməyə. Və bu da son elbette ki 60-cı ilmədir burada. Marker yerləşdirmişəm. İndi gəlin onun toxunuşuna baxaq. Görək ilmə azaltmanı necə eləyirəm. İlmə azaltma növləri çoxdur toxumada. Mən bu variantı eləyəcəm. Siz əgər başqa variantlar bilirsinizsə, başqasını eləyin. Mecburiyyət deyil. Bayaq dediyim kimi yeni manipulyasiyaların hamısını düz üzdən, düz tərəfdən başlamağı məsləhət görürəm. Ona görə baxın, mən hal-hazırda düz tərəfdəyəm. Elə buradan da görmək olur. Hörüklər arxası belə görsənir, tərs üzü. Başladıq. Deməli, bu sizdə 51-ci sıra olacaqdır. Toxuyursunuz mənim maketimlə, nümunəmlə. Bir də ki, orada mən sonda kapüşon hissəsinə keçəndə bu naxışı toxumamışam, amma toxuya bilərsiniz. Mən sonradan fikirləşdim ki, gərək toxuyardım. Davay, onu da göstərim. Bura baxın. Baxın, bu 5 dənə bu ilmə naxış kapüşona keçəndə dayandırdım. Amma məsələn istəyərdim axıra qədər gərək axıra qədər toxuyardım burada. O baxın, opsiyonla istəyirsiniz eləyin, istəyirsiniz eləməyin. Amma yəni bu axıra qədər naxış gedəcək. Nümunədə indi mən onu toxumayacağım. Burada sadəcə düz ilmələr toxuyacağım. Deməli 10 sıra düz ilmə toxum, 10 sıra azaltma eləyəcək. Elə burada da birini yerləşdirək. Marker 2 buradan, yox, gəlin birini toxuyaq sonra. Birinci sırasını toxuyaq sonra marker qoyaq. Adi sıramızı toxuyuruq. Abadoçikin naxışını toxuyuruq. Düz ilmələr toxuyuruq. Evet, sonuncu ilməyə qədər toxuyaq. Markeri buradan ata bilərsiniz, əgər düz ilmə toxuyacaqsınızsa bundan sonra. Yəni bu hissə olmayacaq. Sonuncu ilmədə, deməli, sonuncu ilməni toxuyuram. Sapı keçirdirəm qabağa. Bu ən sonuncu ilməni toxumadan keçirdirəm bu birisi tərəfə. İndi bunu çeviririk.
tərs tərəfdə baxın, bu toxunmadan keçirdiyimiz ilmədir. Bu da son toxunmuş ilmədir. Deməli, bunu bu ən sonun içindən keçirtmək lazımdır. Bunu necə eləyirik? Buradan keçirəm və bunu bu belə bu tərzdə çıxardıram. Bu bizim azaltmamız. Okay. Və tərs ilmələrimi sona qədər toxuyuram. Yəni bundan savayı bu tərs sırada nə toxunmuşamsa toxuyuram. Burada pauzaya basacağım. Sıranı birlikdə özünüz bitirərək burada görüşərək. Sıramızı həmişəki kimi bitirdik. Naxış üzrə burada tərs ilmələr toxuduq. Markerdən sonra naxışımızı toxuduq. Sonuncu ilməni tərs ilmə toxuduq. Çeviririk indi bu birisi tərəfə. Burada markeri yerləşdiririk. Elə bil ki, azaltmanı üçün ayırdığımız son 10 sıranın ikisini toxuduq biz artıq. Elə bil ki, yuxarıdan 2 hörük aşağıya ikincisinə markeri yerləşdirirəm. Davayçı üst-üstə olsun. Bu elə bil ki, mənim toxuduğumla getsə, bu 51-ci və 52-ci sıradır. Okay. Sonra buradan yenə başlanğıcı başlayaq. Gəlin başlamağa başlayaq. Düz tərəfdə azaltma bayaqki kimi göstərəcəm. Tərs tərəfdə də ilməni iç-içə keçirdirik. Buradan naxışımızı başlayırıq. Burada düz ilmələr toxuyuruq. Burada yenə pauzaya basacağım. Sıranın sonunda görüşərik. Tak, sona yaxınlaşırıq. Deməli, bundan sonra düz tərəflərdə bu son 10 sıra azaltmalardan söhbət gedir. Düz tərəfdə deməli, sonuncudan əvvəlki ilməni toxuyuruq. Sapı önə keçirdirik. Son ilməni toxumadan keçirdirik milə. Bu bizim düz tərəfdə olan manipulyasiyamızdır. Deməli 5 dənə düz tərəfdə, düz sırada bunu eləyəcəksiniz. Və 5 dənə tərs sırada, indi göstərəcəm, bayaq göstərmişdim, yenə göstərirəm. Deməli burada nə edirdik? Bax. Deməli bu ilməni bunun içindən keçirtmək lazımdır. Onu da belə eləyirik. Okay. 5 dənə də bunu eləyəcəksiniz tərs sırada. Cəmilikdə 10 dənə sıra olacaqdır. Daha da çox eləyə bilərsiniz, uzadın, amma say cüt olmalıdır. Okay, sıraların sayları. Yumurlanmanın daha çox olmasını istəyirsinizsə, daha çox eləyin sıralarda. Bir də ki, sapın qalınlığından da əlbəttə ki, asılı olacaq. Bəlkə başqa sapdan toxuyacaqsınız siz. Bu şeylər də var. Okay, və yenə burada naxışımız üzrə toxuyub gedirik. Deməli, markerə qədər tərs ilmələr toxuyuruq. Çünki tərs tərəfdəyik. Markerdən sonra da naxışımızı toxuyuruq. Son ilməni də sıranın son ilməsini standart olaraq tərs ilmə kimi toxuyub bitiririk. Göstərəcəm indi sizə. Burada baxın, artıq əyilmə başladı belə biraz. Okay, mən artıq çevirdim bu bir sıraya. Bu ilmə azaltmaya bir dəfə də baxaq. Deməli, son 2 dənə ilmə saxlayırsınız. Deməli, sonuncunu toxuyursunuz. Sapı qabağa keçirirsiniz. Bu son ilməni keçirirsiniz sağ milin üstünə. Çeviririk. Düz tərəfdə azaltmanı elədik. İndi burada bayaqki kimi. Deməli, son 2 ilmədə sol ilməni sağın içindən keçirtmək lazımdır. Onu da bu tərzdə edirik. Okay.
və toxumağa davam eləyirik. Videomuz çox uzun oldu. Çalışıram mümkün qədər bezdirici olmasın. Baxaq. Bunu indi özüm toxuyub bitirəcəm. Buna baxın, yumurlanma yenə hiss olunur. Deməli, bunu davam elədikcə sizdə bu kəsmə, yumurlanma olacaqdır. İndi bir dəqiqə bu sıranı bitireyim. Tak, sıranı bitiririk kızlar. Sonuncu sıranı tərs, son ilməni tərs kimi toxuyuruq. Deməli, siz bunu 10 sıra toxuyacaqsınız. İndi məndə burada neçə sıra azalma oldu. Bax, bu marker azalmanın ilk sırasında durur. Yəni, bu sırada artıq ilk azaltmanı başladım. 1, 2, 3, 4, 5, 6. 6 sıra azaltma elədik. İndi tutalım ki, siz 10 sıra elədiniz və artıq başlayacağımız növbəti sıradan yenə artırma eləyəcək ki, simetrik olaraq bunu geriyə verək ki, bunu çevirib belə qatlı yanında birləşdirmək üçün kapüşonumuzun başı ilmələr üst-üstə düşsün. Amma o azaltmanı biz tərs sıradan başlayırdıq. Elə bil ki, mən tərs sıradan başlayırdım. Ona görə burada bir dənə sıra artımsız, azaltmasız toxuyacağım. Yəni, belki bu sıra stabil bir dənə ortalama sıra olacaqdır. Ona görə siz 10-cu sıraya çatanda yenə markerlə işarələyin ki, burada artımlar bitdi. Və bir dənə ortaya düşəcək stabil, ben bunu buradan göstəreyim. Buna baxın, deməli, baxın, azaltmaları elədim. Azaltmanın 10-cu sırasında bu çəhrayı markeri qoydum. Onun arasında bir dənə əlavə sıra toxudum, sağdan sola düz sıra. Sonra çevirdim, artıq tərs tərəfdə bu artım sırasını başladım. Elə bir ki, bu ortadakı sıra düz başın ortasına düşəcəkdir. Bunun ətrafında qatlayıb tikiş birləşdirmə eləyəcək. Bilmirəm, hesaplamanı necə elədim ki, belə oldu, amma belə oldu. Olduğu kimi də sizə göstərəcəm indi. Deməli, sizin hesabınızla bu marker 60-cı ilməni saxlayacaq. 60-cı ilmə deyirəm, 60-cı sırada ilməni tutacaq. 61-ci sıranı toxuyuruq olduğu kimi, həmişəki kimi bayaq naxışımızı toxuyuruq, düz ilmələri toxuyuruq, axıra qədər son ilməni də tərs ilmə kimi toxuyuruq. Standart sıra. Getdi. Bunu da bir dənə belə toxuyaq, həmişəki kimi. Artımlara da var. Artımlar daha biraz asan olacaqdır. Orada manipulyasiya azdır. Deməli, biz burada nümunəyə görə 10 sıra azaltma eləmişsinizsə və bu bir dənə əlavə sabitləşdirmə sırasından sonra sabitləşdirmə bu orta sıranı toxuyursunuz. Ondan sonra tərs tərəfdən digər artımı yenə başlayırıq. Orada da yenə 10 sıra artım eləyəcəksiniz. Mən 6 dənə eləyəcəm, çünki burada 6 dənə toxudum. Baxın. Son ilməni tərs ilmə kimi toxuyuruq, həmişəki kimi. Buradan bir dənə əlavə orta sıra oldu. Keçirik tərs tərəfə. Deməli, buradan neyniyirik? Baxın, bu saplar ucu bax bu naqilin üstündən çox zülümlə hərəkət edir. Tak. İlk ilməni artıma başlayırıq. Növbəti 10 sırada artım eləyəcək. Deməli, bunu toxumadan çıxardıram.
Burada ilmə əlavə eləyəcəm. İlməni necə əlavə eləyirəm? Baxın, elə bu əlimdəki, barmağımdakı sapfara bunu çevirirəm. Milin üstünə salıram. Bu qədər. Bu da bizim artımımız. Və davam eləyirik toxumağa. Burada da artıq naxışa görə toxuyuruq. Yəni bunu birlikdə toxuyuruq. O tərəfdən də göstərim sizə. Naxışımızı toxuyuruq. Son ilməni tərs ilmə kimi toxuyuruq. Yəni baxın, kənarlarımız onun sayəsində belə sərgəli çıxdı. Okey, artımın ilk sırasını elədik. Vay vay, ilmə qaçdı. Dərhal bura bir dənə marker. Tak, artımın ilk sırası. Deməli, baxın, 3 dənə ilmə var burada. 1 ilmə, 2 ilmə və onların ortasındakı. Yəni, 1 sıra, 2 sıra, bir də orta sıra. Son azaltma sırası, orta sıra və ilk artım sırası. İndi pauzaya basacağım. Buradan başlayaq yenə toxumağı. Bura çatanda yenə göstərim. Burada əlavə manipulyasiya eləmirik, amma yenə də. Bu sırada əlavə manipulyasiya eləmirik, elə toxuyub gedirik. Baxın, bu bir əvvəlki sırada artırdığımız ilmədir. Onu yenə bu ortadan arxaya keçirik belə. Düz ilmə kimi toxuyuram və bu sonuncunu da tərs ilmə kimi toxuyuram. Belə. Görürsünüz ki, buradan artıq yenə artıma doğru gedəcək. Çevirirəm. Növbətini eləyirəm. Deməli, kənar ilməni toxumadan çıxardıram. Bura ilmə əlavə eləyirəm. Belə. Əlavə elədim. Sapı keçirdirəm qabağa. Naxışımı toxuyuram. Tərs ilmələr. Bu sıranı da olduğu kimi toxuyuruq. Sonda son ilməni tərs ilmə kimi toxuyuruq. Sıranın son ilməsini tərs ilmə kimi toxuyuruq. Burada yenə pauzanı basacağım. Bundan sonra sonuncu artım sırasını bitiririk. Sıranın son ilməsini tərs toxuyuruq. Bura baxın, burada sıra sayı azdır deyə çox görsənmir, amma yenə də. Baxın, buradan azaltdıq. Buradan da artım getdi, artırdıq. Deməli, 6 sıra azaltdım, 6 sırada çoxaltdım. Siz bunu 10 sıra eləyəcəksiniz və artımın sonuncu sırasında marker qoyuram. Bundan sonra deməli, siz toxuyacaqsınız 50 sıra sadəcə olduğu kimi sağa sola, düz sıra, tərs sıra. Naxışımızı gizləyirik, artım eləmirik, azaltma eləmirik. 50 sıra eləyirik, 50-ci sırada elə bir ki, abratını bura.
50-ci sıranı toxuyandan sonra yenə keçəcəyik şarf hissəsinə. Sapımızı kəsib yenə bir qat sapa qayıdıb keçirik. Yəni bir sıranı buradan göstərim sizə. Burada artıq deməli sadəcə bayaqda olduğu kimi ilk ilməni toxumadan çıxardıram. Tərs ilmələr toxuyuram. Belə tərs tərəfdə tərs ilmələr, markerdən sonra naxışımı toxuyuram və orada da naxışdan sonra da bu hissədə bu markerdən sonra naxış gəlir. Buradakı son ilməni də tərs kimi toxuyuram. Bundan sonra da düz sırada həmişəki kimi sıranın ilk ilməsini toxumadan çıxardacağım. Naxışımı toxuyuram. Bundan sonra düz ilmələr toxuyuram. Bura çatanda sonra son ilməni tərs ilmə kimi toxuyuram və s. və alaxır. 50 sıra siz toxuyursunuz. Mən də buradakı miqdarda nə qədər toxumuşamsa indi sayacağım. O qədər toxuyub gələcəm. Yox, bu qədərdir bax. Buradan. Bunları toxuyaq və bir sapa qayıtmanı baxaq birlikdə. Tak, kapüşon hissəsini toxuyub bitirdik. Deməli, bu bizim kapüşonumuzun qatlanma hissəsi olacaq. Burada baxın, buradan azaltdıq, buradan çoxaltdıq. Bunu belə tən ortadan qatlayacağıq belə. Və burasını tikəcək. Amma indi, məsələn, siz artıq mənim şarfımın sıra sayı ilə desək, deməli, 60 sıra buradan toxumuş olub bitirmişsiniz, 60 tamam sıra. Və buradan artıq ikinci sapı kəsib, bir sapa keçirik və 4,5 milə keçirik yeni. Qaydırıq. Bayaq milimizi necə dəyişdiksə, indi də eyni tərzdə dəyişəcək. Deməli, yenə gəlin bunu saxlayaq da bu yaşılı kəsək. Buradan da yenə dərhal kənardan kəsməyəcəm. 1, 2, 3 ilmə biraz toxuyub, sonra ikincini kəsəcəm. Çünki bu kənar naxışımız pozulmasın. Çünki sırf kənardan əlavə olunan və kəsiləni gizlətmək çətindir, səliqəsi pozulmadan. Mənə görə belədir, bəlkə siz başqa cürə eləyə bilirsiniz, o heç. Yenə uzun bir quyruq şəkildə qoyub kəsəcəm. Deməli, biraz yaxınlaşdıraq. Tak, deməli, 4,5-ı götürürəm və şarfın birinci sırasını toxuyaraq həmin prosesdə bunu çıxardacağım. Toxuyaraq çıxardıram. Düzdür. Deməli, həmişəki kimi ilk sıramızı, ilk ilməmizi toxumadan çıxardırıq. Naxışımızı toxuyuruq. Tərs ilmənin üstündən düz, düz ilmənin üstündən tərs. Deməli, mən dedim ki, sap əlavə eləməyi ya da kəsməyi düz ilmə toxuyarkən eləməyi məsləhət görürəm. Burada tərs ilmədir və bunun üstündən biz düz toxumalıyıq. Ona görə elə bu yerdə 3 dənə ilmə toxuduq, bəsdir. Deməli, uzun bir quyruq qoyub kəsirik, bunu yığışdırırıq. Artıq bir qatla davam eləyirik. Bu burada qalsın arxada. Onu gizlətməyi də göstərəcəm inşallah ki. Tak, sıramızı davam eləyirik. Tak, deməli, burada düz toxuyuruq. Tərs, düz, tərs, düz, tərs. Tak, markerimizi keçirdirik və düz ilmələr toxuyuruq. Son 5 ilməyə qədər. Niyə? Buradakı bu çərçivə kimi başlamışdıq buranı, bu naxışımızı, düzdürmü? Ona görə bu hissəni yenidən yaratmaq üçün son 5 ilmədə yenə marker qoyub, yenə bu naxışımızı eləyəcəyik.
2, 3, 4, 5. Okey, bu ikisini de toxuyuruq. Marker. Bağlıdır, yox, bunu bağlamaq lazımdır. Və burada deməli geridən sayaq. Çünki bu kənar ilmədən sonra düz gəlməlidir. Baxın, kənar ilmə düz, tərs, düz, tərs. Deməli bunu indi biz tərs toxumalıyıq. Simetriyanı pozmayaq, okey? Bunun üçün diqqətli olmaq lazımdır. Düz və son kənar ilmə tərs. Okey. Bu milimizi biz çıxartdıq. Bu artıq bizə lazım olmayacaq. 5 nömrə getdi bu öz işinə. Bunu da çeviririk qızlar. Və başlayırıq toxumağa. 210 sıramızı. İndi mən 210 dənə toxumayacağım. Biraz toxuyaq. Və geçdik. Burada tərs ilmədir, düz toxuyuruq. Düz ilmədir, tərs toxuyuruq. Demək ki, biz hal-hazırda tərs tərəfdəyik. Ona görə markerlərin arasında tərs ilmələr toxuyuruq. Bilmirəm niyə ağlıma gəldi ki, kapüşon hissəni 2 qat eləyim, şərfləri 1 qat eləyim, bilmirəm. İndi oturub fikirləşirəm ki, özümə iş açdım amma bilmirəm niyə belə elədim, amma ağlıma belə gəldi. Fikirləşirəm ki, hamısını 1 qat toxuyamaq olardı ya da nə bilim. Mənim də ağlıma gəldi elədim. Okey, tak, yenə gəldik naxış hissəmizə. Deməli, 1 qat sapdan 2 qata keçəndə ilk sıra və 2 qat sapdan 1 qat sapa keçəndə ilk sırada biraz əcaib hissiyat olur burada. Biraz narahat oturur ilmələr. Oy. Tripodumun işi oradan yaxşı bağlanırsa. Çeviririk qızlar. Yəni bir sırada toxuyaq, 1-2 sırada toxuyaq. Elə ki, bu şarf hissəsidir belə. Və bu düyün naxışı ilə toxuyaq. Prinsip elə buradan bir dəfəlik keçə bilərəm. Bu onsuz da nümunədir. Deməli, mən dedim ki, mən öz şarfımın aşağısında şarf hissəsi 210'dur da, düzdür. Onun aşağıdan 12 sırasını bu düyün naxışını eləmişdim. Amma siz 10 dənə 10 sıra eləyə bilərsiniz ki, sıralar tam geçsin. Markerlərin arasında tam 10-10 olsun bölmələr. İndi gəlin fərz eləyək ki, burada 2 sıra şarf toxudum da mən bir qatla. Gəlin indi keçək. Tutalım ki, burada 200 sıra toxuduz. İndi növbəti 10 sıranı 210 eləmək üçün bu naxışla toxuyaq və sizə ilmələri bağlamağı göstərim. Master klassımız çox uzanmasın, onsuz da çox uzun oldu. Elə ehtimal eləyirdim ki, uzun olacaq. Ya da hələ belə kiçik nümunədə toxudum, uzun oldu. Tak, deməli, burada artıq naxışı eləməyə keçirik. Fərz eləyək ki, son 10 sıranı toxuyuruq. Deməli, burada markeri atırıq və bu naxışımızı davam edirik. Burada düz toxudum, burada tərs lazımdır. Belə.
düz, ters, düz, ters, düz, ters, düz, ters, düz, ters, az qaldı. Düz, ters, düz, ters, düz. Deməli, burada ters toxumalıyıq. Düz gəldi hər şey. Aferin mənə. Ardıcılıq düz gəldi. Deməli, ilmələri itirməmişik yolda. Tak qızlar, gəlin bu tərs tərəfi özünüz toxuyun. Mən də burada özüm toxuyum. Qayıdaq, buranı bağlamağı göstərim sizə. Tak, tərs sırada toxudum. Tərs sırada da sıranın əvvəlindən axırına qədər bu düyün axışımızı toxudum. Deməli, burada sıramı necə bağlayıram? Mən çox primitiv metodla bağlayacağım. Milçə götürdüm 3 yarım. 3 yarım da olar. Siz də nə bilim başqa sap istifadə etsəniz, başqa növdə. Deməli, ilk ilməni toxumadan çıxardıram. Belə. Deməli, növbəti ilməyə baxın. Millə toxusaydıq bunu necə götürəcəkdim? Bu milçə ilə də elə götürəcəm. İlmənin çevrilməsinə baxaraq. Deməli, bunu buradan aldım, keçdim. Bunu çıxartdım millə. Sonra milçənin üstündə 2 dənə ilmə var. Sol ilməni sağ ilmənin içindən keçirdirəm. Getdik. Yenə bunu təzəsində toxuyub götürürəm. Və sol ilməni sağın içindən keçirdirəm. Toxuyub çıxardıram. Keçirdirəm. Milçə ilə bunu eyni manipulyasiya ilə eləyib millə eləyə bilərsiniz. Amma milçəyin qarmağının sayəsində daha rahat və daha tez alınır. Baxın, eyni şeyi sapı ilə bu ikisindən də keçirdib sonra çıxarda bilərsiniz. Fərq eləməz. Hansınızın ürəyinizə nə yatırsa nə baxın. Sıra bağlandı. Çalışın çox sıx eləməyin. Kənar daralmasın. Az qaldı. Sona çatırıq. Sonuncunu eyni cürə belə toxuyuram. Amma baxın, bu genişləndiyində bu yerinə oturacaq heç. Bir dənə belə eləyirik. Sapımızı kəsirik. Və indi
millərlə işimizi bitirdik. Kapüşonu bağlamağı göstərim indi sizə. Bu hissəsini tikməyi, içərdən tikəcək, tərs tərəfdən. Deməli, eyni bu sapdan götürürük. Bir də belə bir iynə götürürük. Vacibdir ki, iynəni qulaqcığı bu ilmələrin içindən rahat keçəcək ölçüdə olsun. Çox yekə olsa ilmələrinizi dartıb genişləndirəcək, korlayacaq. Mütləq şəkildə. Bunların dəmir olanı da olur. Dəmirlər vəbşə superdir. Sadəcə dəmirlər məndə balacadır. Burada ilmələr biraz böyükdür. Bunlara bu yarayır. Dəq. Mən biraz sap kəsirik. Bura keçirdik. Saplayırıq iynəmizi. Deməli, kapüşonu birləşdiririk tərs tərəfdən. İndi bura baxın, sizə bir şey bir dənə yaxınlaşdıraq. Deməli, baxın. Bu bizdə kapüşonun baş hissəsidir də, lap orta hissəsi, düzdür. Burada artımın son sırasıdır, marker qoyduq. Burada isə yox, burada azaltmanın son sırasıdır, burada da artımın son sırasıdır. Və bunların arasında bir dənə əlavə sıra toxumuşuq ortaya düşən. Həmin o sıra ortaya düşən, bax, bura düşür. Görürsünüz, bu buradan belə X kimi kəsişir burada. Yan sıraların, yan sıralardan gələn kənar ilmə. Bir dənə bu gəlir belə. Bir dənə də bu gəlir belə. Bunlar ortada belə kəsişib mərkəz yaradırlar. Həmin bu nöqtə, baxın, bu orta sıraya denk gəlir. Deməli, bu x-lənən yeri ortada saxlayacağıq. Belə birləşdirib toxuyuruq. Əgər burayla anışdıra bilmirsinizsə, aşağıdan baxın. 2 qat sapla hardan toxumağa başladıq? Bax, buradan. Deməli, buradan başlayırıq. Yəni, kapüşonun ilk sırası və kapüşonun son sırası aşağıdan başlayacaq birləşdirməyə. O ən rahatıdır. İlmələri çaşdırmamaq üçün. Çünki buradan, aşağıdan bura mərkəzə gələndə birləşdirərək. Onun da mərkəzi tam tutuzdurmaq olur. Yox, qoy, bir yaxında qalsın. Deməli, bizim burada burayla gəlirik. Burada başlıqda balacalarla toxumuşduq. Məsələn, bu buradan başlayacaq. Belə. Deməli, indi baxırıq. Əşyamızın kənarları belə hörüklərdir, iri hörüklər. Onların, baxın, belə götürəcəyik altını. Hər iki tərəfini. Burada da ki 2 qat sapla toxumuşuq da, ona görə ikisini də götürəcək belə. Deməli, bir dənə buradan keçirəm, ikisinin altından. Bir də paralel tərəfdəki bu ikisindən. Bax, burada. Deməli, baxın. Belə. Çıxarıram sapı. Bu hissədə də uzun bir quyruq qoymağı məsləhət görürüm, mən qoyuram. Sonra, baxın, bu sap hardan çıxır, hansı hörüyün altından çıxır. Növbəti hörüyün altına keçirəm və burada da ona paralel olan hörüyün altına keçirəm. Adi elə bir ki, əl tikişi ilə birləşdirirəm. Əlbəttə ki, başqa yöntəmlərlə də eləmək olar. Mən bundan elədim. Ayda çıxartdım həncimə. Yenə gedirəm növbətinin içinə. Burada da baxın, paralel seçmək lazımdır ki, üst-üstə düşsün hamısı. Baxın, deməli sap bu hörüyün içindən çıxır. Mən bunun yanına keçməliyim. Burada da bu sap buradan çıxır. Deməli, bu birisinin içinə keçməliyim. Hər hörüyün içindən bir dəfə keçirdirik sapı.
Okey, kəlləyə çatdıq. Burada da. Burada bayaqki yana bir də qaydıram. Burada artıq bərkitmə eləyəcəm. Bir dəfə eləyirik bu bərkitməni. Buradan da uzun kəsin qızlar, buradan da. Bunu biraz hətta bu belə dartıb sıxa bilərik. Çox dartmayın, çünki belə dalğalı olacaq. İçəridən belə açıq baxaq. Bu da bizim kapüşonumuzun bağlanılması. Belə, okey. Burada məndə, baxın, bu hissədə naxışı yarıya qədər toxudum, burada yox. Ona görə ben naxışı все-таки burada eləməyin, eybəcər görsənir. Bundan daha yaxşıdır, stabil. Ümumiyyətlə hamısını bir rəng eləsəz yaxşı olar. Burada qarışıq rəngdən şeydir, yaxşı görsənmir. İndi gəlin sizə göstərim bu ucuları necə gizlədirəm mən bura içinə. Bu naxışın içinə. Deyə buradan göstərə bilərəm. Bu burada biri kəsilib. Tak, deməli, buradan elə bilir ki, yaşıl sapımızı kəsmişdik. Ya hər nəsə əlavə olunub kəsilib. Baxır ki, bu ucu burada gizlətmək lazımdır. Bunu çıxardıram, yenə bu iğnə ilə eləyəcəm. Burada все-таки daha incə iğnə götürməyə məsləhət görürəm. Bu ilmələri çox dartmasın. Sürüşkən sapı biraz uzun gizlədirəm. Baxın, bu hardan çıxır. Gəlirəm aşağıya biraz belə. İkisini məsələn götürdüm. Sonra bu hardan çıxır. Bura yenə qaydıram, bir də götürürəm. 2 dənə. Çox sıxmıram. İlmələr dartılmasın, hamısı sərbəst yerində dursun. İndi sizə o biri naxışın içinə də gizlətməyi göstərəcəm. Belə mümkün qədər uzada gedin. Bu onsuz da tərs tərəfdə içəridə qalacaq. Tutalım ki, bunu gizlətdik, kəsdik. Görün burada. Arada var bir dənəsi, bir dənə. Burada qıraqdadır. Gəlin bu hissəyə göstərim sizə. Çünki burada ortalarda da sap əlavə eləmiş ola biləcəksiniz. Yəni bu naxışın içinə salın birbaşa. Tak. Bu naxışı görürsünüz, bizdə belə dalğalar gedir. Bunu da belə dartmırıq. Hətta biraz 3-4 dənəsinin içinə sala bilərsiniz. Para verməyi məsləhət görürəm. Satacaqsınızsa yumayın. Qətiyyən satılacaq əşyanın yuyulmasını məsləhət görmürəm. Amma ütü ilə üstünə ya nazik parça ya marla sərin, para verin ki, ilmələr oturuşsun. Bunu eləyəndə ütünü toxunmuş əşyanın üstünə basmırıq, okey, yüngülcənə, çox yüngülcənə. Belə qızlar, belə acayip görünən bir şeyimizlə şarf kapüşonumu sizə başa saldım. Belə tutum istəyirsinizsə, screen eləyin özünüzə, əgər lazımdırsa. Nəsə suallarınız olsa, şərhlərdə qeyd eləyə bilərsiniz. Bu da belə. Çalışaram, kömək eləyim mümkün qədər. İnşallah ki, xoşunuza gələr.